Salam cənab treyderlər və investorlar. Sizinlə layihə guru Markets. Şirkət haqqında ümumi məlumatla başlayırıq. İstəsəniz fasilə verə bilərsiniz. Öyrənilən korporasiyanın hər bir parametrinə daha diqqətlə baxmağı təklif edirik. İndi biz şirkətin əsas fundamental göstəricilərinə baxacağıq. The Boeing Company, ticker BA. Bu baxış o vaxtki cari məlumata əsaslanır. 21 aprel 2025-ci il. Təsnifatına görə Guru Markets şirkət The Boeing Company alt kateqoriyaya aiddir. Aviaprom qiymətləndirmədə 9 təşkilat iştirak edir və bu təmsilçi deyil. Şirkət üçün ümumi nəticə belədir: 10 baldan -2,5 bal. Alt kateqoriya üzrə orta bal 1,1 baldır. Çox geniş baxsanız, məcmu olaraq bütün ABŞ bazarında. Bütövlükdə bütün fond bazarı üzrə orta nəticənin 1,8 bal olduğunu görə bilərsiniz. 3-ün -2,5 xal qarşılığında The Boeing Company. Şirkətin səhmlərinin qiymət hərəkətinin müqayisəsi The Boeing Company və alt kateqoriyalı şirkətlər. 12 aydır stokda olduğunu görə bilərik. The Boeing Company -5,1% dəyişmə göstərdi. 22,2% alt kateqoriyada qiymət dəyişikliyinin əleyhinədir. Bu qəti bir şey demir, amma bu faktı yadda saxlamaq lazımdır. Təşkilatın bazar kapitallaşması The Boeing Company 121,83 milyard dollardır. Alt kateqoriyanın bazar kapitallaşması 260 milyard dollardır. Boeing Co 46,885% paya malikdir və alt kateqoriyada liderlərdən biridir. Şirkətin balans kapitallaşması 3,91 milyard dollardır. 8 milyard dollarlıq alt kateqoriyanın balans kapitallaşması ilə Boeing Co 49,958% pay təşkil edir. Bazar və balans kapitallaşmasının işğal edilmiş səhmlərini müqayisə edərək aşağıdakıları görəcəyik. İşğal olunmuş pay The Boeing Company alt kateqoriyada bazar kapitallaşması qiymətləndirildikdə 46,885% təşkil edir. Balansın kapitallaşması 49,958% təşkil edir. Bu da birja kapitallaşmasının payından 207% azdır. Alt kateqoriyada şirkətin bazar payının və balans kapitallaşmasının qiymətləndirilməsi pis, -1 bal. Tədqiq olunan şirkətin heç bir borcu yoxdur. Şirkətin borcları üzrə nəticə çox yaxşı, 2 bal. Şirkətin birja dəyərinin mənfəətə nisbəti 0-dır. Alt kateqoriya üçün orta hesabla 0 ilə. Alt kateqoriyadakı təşkilatlarla müqayisədə şirkətin birja dəyərinin mənfəətinə qiymətləndirilməsi çox pis, -2 bal. Son 12 ayda mənfəət -11,877 milyon dollar olub. Gələcək 12 ay üçün gələcək mənfəətin ilkin olaraq 2,798 milyon dollar olacağı gözlənilir. Bu, hazırki göstəricidən 76,4% azdır. Proqnozlaşdırılan gələcək mənfəət göstəricilərinin alt kateqoriya ilə müqayisədə qiymətləndirilməsi dözümlü 0 bal. Şirkətin dəyərinin gəlirə nisbəti 1,8-dir. 2,7 alt kateqoriya üzrə orta göstərici alt kateqoriya üzrə orta göstəricidən 33% aşağıdır. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə bazar dəyərinin gəlir göstəricinə görə qiymətləndirilməsi yaxşı, 0,5 bal. Son 12 ayda gəlir 66,530 milyon dollar olub. Növbəti 12 ay üçün gələcək gəlir məlum deyil. Bu şirkətin qiyməti üçün çox pisdir.
Alt kateqoriyadakı göstəricilərlə müqayisədə təxmin edilən gələcək satış həcmlərinin göstəricilərinin qiymətləndirilməsi, PIS, -1 bal. Marja -17,9%, alt kateqoriya üzrə orta göstərici -11,5%dir. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin göstəriciləri arasında fərq 6,4% təşkil edir. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə satış marjasının qiymətləndirilməsi, dözümlü, -0,5 bal. Alt kateqoriyada işçilərin sayı baxımından şirkətin payı 67,566% təşkil edir. Bu, bazar kapitallaşma payında 44% artım deməkdir. Və bu, təşkilatın mübadilə dəyəri arasındakı uyğunsuzluğu əks etdirir. Boeing Co. daha az qiymətləndirməyə doğru. Şirkətin hər bir işçisi üçün bazar kapitalının məbləği $708.000-dır. Alt kateqoriyada isə $1021.000. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin göstəriciləri arasında fərq 30,7% təşkil edir. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə bir işçiyə düşən şirkətin bazar kapitalının miqdarının qiymətləndirilməsi, yaxşı, 0,5 bal. Şirkətin hər bir işçisi üçün mənfəətin məbləği $69.000-dır. Alt kateqoriya üzrə orta qiymət $42,800-dır. Və alt kateqoriya üzrə orta göstərici ilə şirkətin göstəriciləri arasındakı fərq 61%dir. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə şirkət işçisinə düşən mənfəətin qiymətləndirilməsi, dözümlü, -0,5 bal. Şirkətin bir işçiyə düşən gəliri $387.000-dır. Alt kateqoriyada $373.000 var. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin fəaliyyəti arasındakı fərq 4%dir. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə bir işçiyə düşən satışın qiymətləndirilməsi, dözümlü, -0,5 bal. Səhmlər 2,3% ilə qısadır, alt kateqoriya üzrə orta göstərici isə 2,4%dir. Bu mümkün qısa sıxılmanın göstəricisidir. Göstərici rəası 14 şirkət üçün %51 səviyyəsini göstərir. Boeing Company. Alt kateqoriyada RSI səviyyəsi 14, təxminən 49% təşkil edir. Texniki baxımdan alt kateqoriyaya aid səhmlər şirkətin səhmləri ilə təxminən eynidir. Boeing Co. Şirkətin səhmlərinin faktiki qiymətləndirilməsi təxminən $162'dır. Şirkətin səhmləri üçün konsensus qiyməti $192 ətrafındadır. Faktiki təxmin və konsensus proqnozunun dinamikası təxminən 19%dir. Sifariş cədvəlinə baxaq, o sizin üçün əlçatandır. Link bərkidilmiş şərhdədir. Sifariş cədvəlində bu mövsüm məlumat və arayış qiymətləndirmə sistemi tərəfindən qəbul edilən bütün qərarlar var. Guru Markets. Sifariş cədvəlinə giriş tamamilə pulsuz və açıqdır. Link bağlanmış şərhdə. Şirkətin səhmlərinin qiymətləndirilməsi nəticəsində Boeing Co. Məlumat və arayış sistemi Guru Markets aşağıdakı qərar qəbul edilir. Kari video baxış olduğu üçün ticarət açmayın. Bu videoya baxdığınız və məlumat və istinad sistemindən istifadə etdiyiniz üçün hamınıza çox sağ olun. Guru Markets.